Salam, hər vaxtınız xeyir olsun. Yeni videoma xoş gəlmisiniz. Bu gün deməli filedən kotlet hazırlayacağıq. İndi mən sizə deyəcəm sizə nə vurdum. Öncə burada 2 paçka file vurdum. Ondan sonra 4 dənə soğan, yəni balaca soğan. 3 dənə də kartoşka vurdum içinə. Ondan sonra duzum vururam. Qara siyotum falan vururam. Görəcəksiniz burada. Deməm şeydə, yəni keçən mən bir dənə video paylaşmışdım. Biriləri yazmış ki, ay elə bir doğğa bulursan, nə bilim nə bulursan falan filan. Yəni birincisi normal olaraq yeməyi necə qarışdırılırsa mən də elə qarışdırmaya çalışmışam. Və mənim 25-26 falan yaşım yoxdur. 15-16 yaşım olduğu üçün və yeməyi təzə bişirdiyim üçün, yəni təzə bişirməyə öyrənirəm deyə, yəni belə olmağı məncə çox normaldır. Hə, heç nə belə. Deməli burada qarışdırıram. Gördüyünüz kimi də, yəni belə. Hə, qarışdırma davam. Gördüyünüz kimi. Burada tavanı isinməyə qoyuram. Tava isinib də artıq. Yağını vururam. Yağ əriyir. Yağın əriməyini gözləyirəm və biraz da yağ tökürəm. Çünki yağ az olubdur deyə. Ondan sonra yağ qarışdırıram ki, yağ tez ərisin. Bu suxarikdir bu arada. Kotleti suxariklə pişirdim ki, açılmasın. Göyərti də vurdum içinə. Bizdə şüyüt olmadığı üçün içinə kişniş vurdum. Amma siz şüyüt vursanız daha yaxşı olar. Burada pişir gördüyünüz kimi. Yarısı səsi qızarıb, yarısı səsi qızarmayıbdır. Amma burada çox qəşəng qızarıbdır. Hətta biraz da pişir. Videom bu qədərdir. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.